onları. Toylar bacarırdı her şeyi. 3.5-ci şəkil budur. Bax, Hı. O heç vaxt elə ola bilməz. bax ona. Yəni 3.5-ci şəklə əsasən 3.5, amma burada 1.5 idi, orada səhv düşüb. Burada avtomobilin yerləşməsi, burada avtomobil yerləşməsi var. Yaz. Müəllimə, səsiniz qrupa gəlir. Axşamınız xeyir müəllimlər. Məndə problem var, eşitmirəm, yoxsa təlimçi danışmır hələ? Axşamınız xeyir, təlimçi danışmır. Təşəkkür edirəm, sağ olun. Səsim gəlir müəllimlər? İndi yaxşı. Bəli. Gəlir. Tamam, normaldır hər şey. Əladır. Tamam, o zaman davam edək. Demək, mən sizə real burada olanı göstərəcəm. Bir dəfə göstərəcəm, sonra deyəcəm sizlər də, yəni kim istəsə ekranda paylaşmağa şərait yaradan istiqamət verək, birlikdə eləyək. Demək, sizlər planner keçmişdiniz, to-do keçmişdiniz dərs zamanı, təlim zamanı və orada belə bir deyək ki, tapşırıqlar yaradırdınız. Bu tapşırıqları yaradarkən, məsələn, tutalım ki, burada tapşırığın adını yazırdınız, burada deyək ki, belə bir deyək ki, tapşırıqların demək, kimlər, tapşırıqlar kimə həvalə olunubdur və s. onu qeyd edirdiniz. Burada da bizim elə təlimlər zamanı yaratdığımız belə deyək də, yalançı tapşırıqlardır. Yəni, nümunə üçün yaratdıqlarımızdır. Məsələn, tutalım ki, fizika həyatdır. Belə bir gecə keçiriləcək, bununla bağlı bir tapşırıq yaradılıb. Və burada, bax sizə burada elə suallar var, yoxdur, amma əsas imtahanda onlar var. Görürsünüz dairəni. Tapşırığı sil məsələsi var, burada 3 nöqtə də var. Burada udalet düyməsindən vuranda tapşırıq silinəcək. Və tapşırığı sildik. Gördünüz, bayaqlar burada fizika gecəsi, indi müstəqillik günüdür. Sonra tapşırığın tamamlanması məsələsinə gəldikdə, tapşırığın tamamlanması məsələsində, bax burada, baxın, artıq o da getdi. Niyə? Çünki sizə orada belə bir sual da gələcək. Deyəcək, tapşırığın tamamlanması və yaxud davam edir kimi işarələ.
tapşırıq tamamlanıb kimi işarələr, davam edir kimi işarələr, o zaman da nə edirik? O zaman əgər deyirsə tapşırığı tamamlandı kimi işarələr, onda dairənin içərisinə vuracaq. Baxın burada. Müstəqillik günü sözünü görürsünüz. Bax, burada vuranda gördünüz, silindi. İndi başqası gəldi, layihə. 2 dəqiqə, bu niyə getmədi? Təkrar. Hə, bir neçə dənə yaradıb müəllimlər o səbəbdən. Sonra, həmçinin orada deməli, onunla bağlı nə vardı? Hə, bir də tapşırığı vacib olaraq qeyd et. Vacib olaraq qeyd et məsələsi var. İndi onu da göstərəcəm. Deməli, tapşırığın əgər deyirsə ki, tapşırığı vacib olaraq qeyd et. Baxın, burada nida işarəsi görürsünüz, qırmızı. Görsənir ekran. Ekran paylaşımında. Nidaları görürsünüz. Bax, burada nida. Burada nida. Qırmızı nidalar olan hissələr tapşırığı vacib olaraq göstərir. Sonra burada baxın, görürsünüz dairənin içərisi doludur. Göy rəngdə və içərisində qalışqa var. Bax, burada da dairənin içərisi doludur. Görürsünüz, bu dairələrin içərisi doludur. Bu tamamlanmış deməkdir və göz üstündən xətt çəkilibdir. Baxın, burada ortadakılar 2 dənəsi yarım dairədir. Dairənin yarısı mavidir, yarısı ağdır. Özünüz də ekranınızda böyüdün, əgər tam rahat görünmürsə, ekranınızda da böyüdüb baxa bilərsiniz. Biraz da rəng böyütməyə çalışacağım ki, laf gözünüzün qarşısına gətirim. Ekranı görürsünüz. Bax, yarım dairəni görürsünüz burada, mavi rəngdə. Yarısı, deyək ki, ağdır, yarısı göydür. Bu deməkdir ki, tapşırıq hələ davam edir. Tamamlandı dediyimizdə, üzərinə vururuq, tamamlandı. Dümağ olanda isə hələ başlamayıbdır. Yəni, layihədimi, tədbirdirmi, nədirsə hələ başlamayıbsa, ağ dairədir. Hazırda başlayıb və davam edirsə, yarısı rəngli, yarısı boşdur. Bitibsə, içi tam doludur. Aydındır. Və sizə orada deyəcək ki, tapşırığı vacib olaraq işarələ və yaxud da davam edir kimi göstər. O zaman nə edəcəksiniz? O zaman tapşırığın, demək, ekranda olan bu tapşırıq lövhəsinin, task lövhəsinin hazır gələcək. Sadəcə boş bir hissəsində vuracaqsınız. Boş bir hissəsində vuranda, baxın, belə bir səhifə açılacaq qarşınızda. Gördünüz? Orada da belədir. Simülativdə də belə tapşırıq səhifəsi açılacaq qarşınızda. Açılan bu səhifədə amma boş yerində, yəni heç bir işarə olmayan, bir də göstərirəm. Yəni burada işarələr yerində vursanız, sizin bayaq mən vurduğum kimi gedəcək şans adınız. Sil dedikdə 3 nöqtədə vuracaq delete düyməsini, udalet düyməsini basıb siləcəyik. Əgər deyirsə ki, tapşırığı tamamlandı kimi işarəliyin, dairənin içərisinə vuracağıq. Baxın, getdi, tamamlandı. Əgər desə ki, tapşırığı vacib olaraq göstər, məhz bu sual var orada, vacib olaraq göstər. Baxın, mən harada vururam, görürsünüz, əl işarəsini, masumu görürsünüz mənim. Bax, boş yerdir, burada heç bir işarə yoxdur. Boş bir hissəsində bir dəfə tık vururam, bir dəfə, 2 dəfə yox. Sonra burada belə bir yer olacaq, belə bir yer olacaq. Buranı açırsınız, oxunu, prioritet yazılan hissədə. Bax, burada 3 sütun var, sizdə də belədir. Segmentlər, xod paliniya, yəni gedişatın göstərən hissə. Bir də prioritet, yəni nə qədər bu güclüdür, vacibdir, orta səviyyəli tapşırıqdır və s. Yəni, çox mu vacibdir burada iştirak etmək və yaxud da bunu tamamlamaq və yaxud davam etmək? O buradadır, 3-cüdədir. Bu hissəni boş yerdə açdınız. Bax, burada görəcəksiniz, vajna işarəsi var. Vacib, nida. Nida olağın üzərində. Vacibdir kimi, orada sual belədir, vacibdir kimi işarələ. Üzərində vurursunuz bunun, vajna. Sonra düşəcək artıq oradakı həmin hissəyə. Sonra, əgər desə ki, belə bir sual da var, deyəcək ki, hələ davam edir kimi göstər. O zaman burada daxil olursunuz, yenə boş tərəfdə vurursunuz. Bu dairənin oxunu açırsınız. Başlamayıb deyirsə, bütöv dairəni. Davam edir deyirsə, yarım dairəni. Bitdi desə, bitdini onsuz da orada bitdiyə ehtiyac yoxdur, bura keçid etməyə. Bitdi deyəndə elə buradan birbaşa orada dairənin içərisindən vuranda da avtomatik getmiş olur. Sonra burada bununla bağlı sual yoxdur, bu tərəflərlə bağlı. Hə, indi gəlin bir daha yoxlayaq. Deməli, orada qarşımıza belə bir sual çıxır ki,
Bu tapşırığı vacib kimi işarələ. O zaman nə edirik? Gəlin, mən bunu vacibdən çıxardım. Sadəcə orta olsun. İndi belə bir tapşırıq var. Deyir ki, aşağıdakı tapşırığı vacib olaraq işarələ. O zaman nə edirik? Vacib kimi işarələ. Boşluq bir hissəsində. Boş yerə vururuq. Boş yerə, heç bir işarə olmayan yerinə, amma bu dördbucağın içərisində, onun kənarlarında da boş yerlər olacaq, burada deyil. Bu dördbucağın, tapşırıq dördbucağının ağ bir, boş bir hissəsində. Özünüz üçün istəyirsiniz, orada qeyd edin, nidanı göstərin, vacib kimi işarələ. İmtahan suallarını deyirəm, qeyd edin. Vacib kimi işarələ, nida yəni götürməlisiniz. Vacib kimi nida, nidanı götürəcək. O zaman boş yerdə vurduq. Açılan pəncərədə üçüncü sütun. Baxın, 1, 2, üçüncü sütun. Bax, burada nida görünmür, görürsünüz? Görünmür. Üçüncü sütunun elə birinci oxunu açırsınız. Baxın, nidanı götürürsünüz. Orada vajna yazılmayacaq da, nidanı görsəniz yetərlidir. İngilis dilində, Alman dilində, Yapon dilində dilin fərqi yoxdur. Nidanı götürdük və salam. Aydındır. Nidanı artıq üzərində vuranda yaşıl ox yanacaq. Təsdiqləyirsiniz, keçid edirsiniz. Sonra orada bir dənə də belə bir sual. Demək, bax, bu hissə ilə bağlı sizdə orada səhv etmirəmsə 3 ya da 4 dənə sual var. Biri budur. Deyir ki, tapşırığı davam edir kimi göstər. Yenə də davam edir kimi göstərirəmsə, hara daxil oluram? Yenidən boşluqda vururuq. Tapşırığın öz boşluğunda vururam. Burada açılan yerdə, açılan hissədə oxu açıram. Dairəni görürsünüzsə, dairələr olan yerdə açdınız. Davam edir kimi hansını götürürəm? Boş, dolu, yarım. Yarım. Yarımı vurdum və salam. Yaşıl ox yanacaq. Sonra da təsdiqləyib davam edirsiniz. Burayla bağlı neçə sual dedim indi mən? Əsas imtahan suallarından. Bax, biri budur, biri budur. Sonra bir dənə də sual var. İkisini dedim mi sizə? Dedim mi ikisini? Bir dənə də belə bir sual var. Demək, təkrarlanmaqla bağlı. İndi onu digər kalendarda göstərəcəm mən sizə. O burada deyil. Amma yenə də bununla bağlı düşsə, təkrarlanmaq, ne повторяется. Bax, bu ox var ha. Bax, bu oxu harada görsəniz, bir dəqiqə. Bax, bu ox var ha. Sanki fırlanan oxlardır ağız-ağıza. Bir-birinin ardınca elə bir qaçırlar. Bir-birini qovan oxlar kimi görürsünüz. Sanki dairəvi şəkildə oxlar. Biraz da böyüdürəm ekranı. Bu oxları görürsünüz. Bax, bu oxlar. Sanki bir-birinin başına fırlanırlar oxlar. Görürsünüz. Bax, bu oxlar təkrarlanma deməkdir. Haradasa sizdən soruşursa ki, bu deyək ki, tədbirimi, bu cədvəlimi, bu dərsimi, bu görüşümü təkrarlanan olaraq işarə et, bu oxları axtaracaqsınız. Və buradan açanda, burada görürsünüz, ne повторяется. Seçim buradadır. Yəni, təkrarlanmır. Orada gündəlik, ondan sonra həftəlik və s. Həftəlik məsələsi vekdir. W ilə E-K-dır. Aylıq montdur. Günlük day sözünü görəcəksiniz. İllik bir də orada səhv etmirəmsə var. İllik də nə idi? İl ingilis dilində. Unuttum. Nəysə, biri də illikdir. Hə, bəli. Deməli, bunlardan hansını sizdən istəyirsə onu götürəcəksiniz. Sonra demək, başqa orada nə var? Hə, bir də başlama və bitmə vaxtları var orada. Belə bir şey var ki, tapşırığın başlama və bitmə vaxtını bu tarixlərə təyin edin. Baxın, başlama, data, načala, burada. Burada elə siz deyəndə ki, başlama vaxtını filan tarixə təyin edin. Elə burada üzərində vuranda kalendarın özü avtomatik bura düşür. Səhv etmirəmsə orada 21 yanvar idi, dekabr idi, nəsə belə bir tarix vardı. Deyək ki, götürdük, yazdıq. Gördünüz, üzərində vuran kimi düşdü bura avtomatik. Əllə heç nə yazmırıq.
Və tutalım ki, bitmə tarixi. Tutalım, bitmə tarixində 27-si götürdük, düşdü bura. Gördünüz? Başlama və bitmə vaxtını filan tarixə dəyiş dedikdə də, yəni buradan da dəyişə bilirsiniz. Həmçinin digər bir hissədə də bu başlama bitmə vaxtı var. O da hansındadır? İndi onu da göstərəcəm. O kalendarda, təqvim hissəsindədir. Bu hissədən kimsə özü kompüterlə daxil olub edə bildimi və yaxud istiqamət verim hansı hissədədir, özünüz çoxlu-çoxlu yoxlayın bu hissəni. Tapşırığı silmək üçün task deyirsə, task, delete task deyirsə, tapşırığı silmək üçün hardan silirik? Hardan siləcəyik? 3 nöqtədən. Tapşırıq panelinə yaxınlaşanda 3 nöqtə aktiv olur. 3 nöqtənin üzərində vururuq. Bu dalet zibil qutusunun delete görəcəksiniz orada. Rusca yox, ingilis dilində gələcək. Delete yazır. Zibil qutusunu görən kimi elə onun üzərində bir dəfə tıklayırsınız. Vəssalam, sizdə indi məndə realdır deyin, silir. Sizdə yaşıl ox olacaqdır və yaşıl oxun üzərində vuracaqsınız. Yaşıl oxu görəndən sonra təsdiqi vuracaqsınız, təsdiqlənəcək həmin sualınız. Yaxşı, bizə deyir ki, tapşırığı vacib kimi işarələ. Edirik. Boşluqda vururuq. Aha. Tapşırıq boşluğunda vururuq. Vurdum. Prioritetdən. İndi burada prioritet. Burada ingilis dilində fərqli bir şey gələcək sizdə. Görün burada dil dəyişə bilirəmsə, mən sizə ingilis dilində olardı. Öz yaddaşını yadımızda saxlaya bilərdik. Rusla qatışdıracaq indi ingilisini. Yox, ingilis dilini mən sizə qoymaq istəyirəm də ona görə. Bəli. Hə, prioritet ingilis dilində də deyəsən, yoxsa? Hə, prioritet. Deməli, segment var, progress var, eyni ilə orada da belədir. Segment, progress, prioritet. Prioritetdirsə, demək, progressdə nəyə diqqət edirik? Progress nəyə göstərir? Bax, progress ilə bizdə də var da, progressiz, düzdür, progress. İşin gedişatı davam edir, bitib, yoxsa hələ başlamayıb. Başlamayıbdırsa hansıdır? Boş dairə. Boş dairə. Davam edir. Yarım dairə. Bitib. Yarım dairə. Tamamlandı. Tamamlandı. Dolu dairə. Tamamlandı dediyimizdə yumru dairənin içərisinə tık vurursunuz. Boş dairə olacaq orada. Tamamlandı kimi işarələ deyirsə, boş dairənin üzərində vuranda zaten orada gedib tamamlandı kimi hər kəsin qarşısına çıxır. Demək, baxın, not started yazıb yumru dairədirsə. Demək, progress buradan siz orada belə bir şansınız olmayacaq. Ay, yadımdan çıxdı. Bir dənə bu ox açım altına baxın. Bir dənə bunu, bir dənə də bunu. Bir dəfə elə vurdunuz, yanlış vurdunuzsa sizdən artıq bir şans getdi. İkinciyə bir də icazə var. Üçüncüyə icazə yoxdur. Bu tip suallarda. Yaxşımı? Ona görə bilirik ki, progress deyil. İstəyirsə özünüzdə dəftərinizdə qeyd edin. Balaca konspektlər yazın da özünüz üçün gözünüzün qarşısında olsun. Tez-tez baxın imtahana qədər. Demək, başlamayıb, davam edir, bitdi. Özünüz üçün bax orada bu dairələri, işarələri də çəkin. Boş hissə, addımları yazın, deyirəm. Boş hissə, tapşırıqda, boş hissədə vururuq. Açılan pəncərədə, ortada, progressin oxunu açırıq. Boş dairə başlamayıb, yarım dairə hazırda davam edir, dolu dairə bitib. Təkrar deyim. Müəllimə, boş dairə hələ başlamayıb, yarım dairə proqram davam edir, dolu dairə bitib. Hə, elə ki, bax, 2 həftəlik layihə götürmüşsünüz, elə uşaqlarınızla. Bu 2 həftəlik layihədə hələ layihə davam edir. Əliyə bir görəv vermişsiniz, Laliyə bir görəv, Nərgizə bir başqa görəv vermişsiniz. Nə bilim, digər cütlüklərə, dördlüklərə, üçlüklərə, başqa-başqa görəvlər vermişsiniz. Və tapşırıqlar həm siz izləyirsiniz, həm şagirdləriniz.
Burada artıq prosesi izləyənlər hər kəs görür ki, bu proses hələ davam edir. Layihə 2 həftə tamamlandı. Bitdikdən sonra artıq siz burada sonlandırırsınız layihəni. Aydındır. Completed vuranda artıq bu layihə tamamlanmış olur. Və sizin bazada kimsə o layihəyə qoşulmaq istəyəndə baxır ki, artıq bu layihə bitib. Gecikib məsəl üçün bu layihəyə qoşulmaq istəyən şəxs. Və yaxud da yəni necəsə davam edirsə müraciət edə bilər. Aydındır. Bir də deyim, yaza bilməyənlər oldu, deyim təkrar. Deyim müəllimə. Demək, Linki atacaqsınız. tapşırıqlarla bağlı. Bəli, Linki atacaqsınız, bunun linkini. ataram. Hə, Bunu ayrıca izah edib atacağım. oldu. Demək, tapşırıqlarla bağlı. Yaxşı, o zaman buna zaman itirməyək. Mən bu hissəni kiçicik videosunu da götürüb ataram sizə ilə bu axşam. Dərs bitəndən sonra. Demək, gəldik digər tərəfə. Yenə də sizə bir sualınız da ondan ibarətdir ki, tapşırığı, demək, neçə dəqiqə buradan not start etmədi. Deyir, tapşırığı vacib kimi işarələ. Neyini edirik? Boşluğa vururuq. Sonra oradan oxu. Üçüncü oxu. Boşluğa vurdum. Bəli, üçüncü gəldik üçüncüyə. Üçüncü addıma. Prioritetə gəlirəm. Aha, üç bucaq deyil. Bu quş dimdiyinə oxşur. Oxdur, üz aşağı oxdur. Vurdum. Oradan da nida işarəsini vurdum. Bəli. Nidaya vuracağım. Nida. Bax, eyni ilə belədir orada da. İngilis dilində. Important. Vurdunuz, nida. Elə oxumağa ehtiyac yoxdur. Görən bu söz idi, o söz idi. Vacibdir kimi işarələ deyirsə, nidanı götürürsünüz və salam. Yaşıl ox yanacaqdır, təsdiq edirsiniz sualınızın cavabını. Yaxşı. Bax, orada bir sual budur. Davam edir kimi işarələ. Açırsınız burada in progress. Qeyd edirsiniz. Vacib kimi işarələyirsiniz. Sonra bir sual orada. Tapşırığın vaxtının dəyişilməsidir. Plan tarixə qeyd edin. Burada kalendardan üzərinə vuran kimi avtomatik düşəcəkdir bura. Başlama və bitmə vaxtını bu şəkildə dəyişdir. Qeyd edirsiniz. Və yaşıl ox olacaq. Təsdiqləyirsiniz. Sonra tapşırıqlarla bağlı bu hissəni dedik. İndi digər bir oxşar bir tapşırıq var. O da çıxanda deyəcəm onu da sizə. Burada nə deyirdi? Deyir, orada coffee tapşırığının statusunu tamamlandı. Completed kimi dəyişin. Tamamlandı kimi dəyişin deyirsə, neynəməliyəm mən? Tapşırığa buradan təkrar girməyin. Aşağı yuxarı bir belə sürüşdürün. Bax, tapşırığın özü var. Orada coffee tapşırığın adı var. Hansı komandaya təyin olub o da var. Və burada bircə dənə tık lazımdır mənə. Neynirəm? Dairənin düz ortasında vur. Bəli, bir dəfə tık vurdum. Gördünüz, yaşıl ox oldu. Və cavablandır düyməsini vurdum. Sonra ani mətin mesajlaşması nədir? Sinxron. Bəli, sinxrondur. Çünki asinxron ani mətin mesajlaşması deyil. Asinxron odur ki, mən mesajı göndərmişəm. Kimsə orada nə vaxt istəsə, o vaxt açıb baxacaq. Bəlkə bir gün, 5 gün sonra baxacaq, bəlli deyil. Bu asinxrondur. Tapşırıq idarə etmə aləti bu da deyil. Video konferans vasitəsi bu da deyil. Bizdən soruşulan sual nə idi? Deyir, ani mətin mesajlaşması. Ani mətin mesajlaşması sinxrondur. Yəni, bu dəqiqə davam edir. Ani. Mən buradan atdım, o birisilər də orada gördüm. Cavablandırdıq. Sonra, növbətdə nə deyir? Deyir, Betty Jones və Chris Baker ilə söhbətə başlayın və hello, have you heard about the new project mesajını göndərin. Betty Jones və Chris Baker ilə söhbətə başlamalıyam. İlk öncə mən hara müraciət etməliyəm? Hansı hissəyə? Çat Bəli, burada görürsünüz, çat bölməsi. İşarəsini oxşar işarədir. Səs eşidilir? Bəli. Tamam. Chat sözünün üzərində vururam. Chat sözünün üzərində vurduqda belə bir səhifə açıldı. İndi nə etməliyəm? Onun üzərinə vururuq. Yeni söhbət. Səhifənin içinə vururuq. Burada baxın, to, kimə, enter name, email group,
Bəli, tag. bax, onun Kimi içinə. tag edəcəksiniz? Hansı qrup və ad varsa, hansı e-maildirsə ora. Bizə də 2 nəfər istəyir. Betty Jones və Chris Baker. Bir dəfə tık vurdum. Betty Jones Biri düşdü. gəlir. Betty Jones üstünə vurmuram. Bir də onu bir də Anladım. sıra sağına bir də vururam. Üst-üstə vurmursunuz, ha, səhv gedər. Gördünüz 2 ad gəldi. Bəzən elə bir dəfə tık vururlar, gedirlər. Axı burada bizdən 2 nəfər istəyir. Betty Jones və Chris Baker. İkisi də gəldikdən sonra nə deyirdi bizə? Deyirdi ki, söhbətə başlayın, onlara hello, have you heard about the new project mesajını göndərin. Adı vuran kimi getməyin, düşürük aşağı. Aşağıda mesaj yeri, baxın, WhatsApp-da gündə milyon dəfə mesaj yazırsınız. Bax, type a new mesaj, vurdunuz burada, bu hissədə. Gördünüz, söz özü düşdü. Hello, have you heard about the new project? Bundan sonra da burada, bu ox var, göndər oxunun üzərində vurursunuz. Yaşıl ox alandan sonra answer. Bura qədər gəlib göndər düyməsini vurmayanda bu sualın cavabını sizdən səhv götürəcək. Aydındır. Sonra bir dənə də belə bir sual var. Elə yeri gəlmişkən onu da qeyd edim. Orada deyir ki, filan mesaja filan faylı əlavə et. Faylı əlavə et. Faylı necə əlavə edirsiniz? Həmişə hansı işarədən vurursunuz? WhatsApp-da İkinci müəllimə, üçüncü. Ay, sağ ol. Nə işarəsi? Sancaq. Və salam, sancaq işarəsi maşallah, hamınız tanıyırsınız, düzdür? Bax, gəlin onu mən realda burada göstərim sizə. Məsələn, tutalım ki, chat bölməsini vurdum. Chat bölməsini vurdum. Və buradan bu vərəq qələmi vurdum. Yeni chat yaratmaq üçün. Yeri gəlmişkən orada sizdə də bir dənəsi də boş olacaq. Yeni chat yarat deyirsə, burada vərəq qələmi vurursunuz. Kimə? Misal üçün, yazıram Səbinə müəlliməyə deyək ki. Səbinə Rəsulova. Yazdım bura. Və burada da gəldim bu hissədə. Mesajımı tutalım ki, qeyd etdim. Eləmi? Mesajı yazdım. İndi orada vuracaqsınız, hazır gəl. Və burada indi burada sancaq işarəsi bu açıqda deyil. Sizdə orada yaxşıdır ki, göz önündədir. Burada plusdadır bizim sancağımız. Plusun üzərində vuranda sancaq gəlir burada. Baxın, repeat file. Sancaq işarəsini vurursunuz. Açılan pəncərədən, sizdə orada pəncərə açılacaqdır. Açılan pəncərənin içərisindən hər hansısa bir Word sənədidir səhv etmirəmsə, həmin Word sənədin üzərində tıklayacaqsınız. Düşəcək ora. Sonra da göndər düyməsinə. Yenə də ən sonda göndər. Bu qaranquş ox işarəsini. Balaca vaxtı yəqin ki, sizlər də kağızlardan o qədər məktəbdə oxuyanda aşağı siniflərdə quş düzəldib uçurtmuşuq ki, düzdürmü? Bax, ona oxşar işarəni göndər düyməsini sıxırsınız və salam. Ondan sonra artıq təsdiqlənmiş olur. Yəni, ondan sonra təsdiqləyirsiniz sualınızı. Bunu unutmayaq. Göndər düyməsi. Sualı verərsə bunu eləməliyik. Başlığı nə olar Demək, bunun? sizin oradakı bir sualınız budur. Sadəcə burada Betty Jones, Chris Baker deyir. Deyir, onlara mesaj göndər. Amma orada tutan deyəcək, Aygün və Səbiniyə mesaj göndər. Də, misal üçün, başqa adlar olacaq. Yenə də onları burada tıklayırsınız. Neçə ad deyibsə o qədərini tıklayırsınız. Sonra deyir ki, mesaj göndər. Sonra düşdünüz aşağı. Filan sözü yaz deyirsə, mesajın üzərinə vuranda mesaj özü düşəcək. Sonra da göndər düyməsini vurursunuz. Bundan sonra da bir dənə də ayrı bir sual var. Orada deyir ki, filan kəslə mesaja filan faylı əlavə et. O zaman hazır mesajdır, görəcəksiniz. Mesajdır. Burada adlar var, artıq burada yazışmalarını da görəcəksiniz. Yazışmaları var. Siz sadəcə fayl əlavə edəcək. Deyəcək filan söhbətə, misal üçün Chris Baker ilə, nə bilim, Natalinin söhbətinə filan faylı əlavə et. Orada sancağın üzərində vuracaqsınız, fayllar bölməsi açılacaq. Faylın adı var orada. Misal üçün deyirsək əgər project faylını əlavə et, orada gedirsiniz, project görün faylın hansının adındadır. 2 dənə, 3 dənə fayl görəcəksiniz orada. Sizdən hansı adda fayl istəyirsə onun üzərində vurun. Nə gəldi vurmayın. Yaxşı, vurursunuz onun üzərində. Sonra görəcəksiniz, düşdü bura fayl. Fayl bura düşəndən sonra oxu vurursunuz, göndər düyməsi gedir. Eləsi də var ki, elə faylın üzərində vurursunuz, artıq oradan o yanasını davam istəmir bizdən. Elə ondan da təsdiqi götürür. Yəni, ondan sonra addımlar gəlmir. Amma faylı vurdunuz, fayl düşdü və sonra göndər oxu da varsa, göndər oxunu vurursunuz.
Aydındır. Sonra New Project sənədinin aktiv söhbətə mesaj kimi əlavə edin və göndərin. Bax, burada da var. Görürsünüz, New Project sənədini aktiv söhbətə mesaj kimi əlavə edin. Bax, burada artıq Betty Jones'la Chris Baker danışır. Baxın, yazıb burada. Hello, have you heard about the new project? Nə bilim, o da indi nəsə deyək yazıb. Hə, yazıb. Here is some information. Bizə nə deyir? Deyir ki, New Project sənədini aktiv söhbətə mesaj kimi əlavə edin. Aktiv söhbət var da, gedib burada chatı vurmayın. Yaxşı, chat da var burada. Betty Jones, Chris Baker də var. Burada onların yazışması da görürsünüz. Bax, burada da var yazışması və altda da cavabı var. Aktiv söhbətə demək, nə əlavə edirik? New Project sənədini. Sancağı vurduq. Gördünüz, fayllar açıldı. Baxın, 3 dənə fayl var. Hansını vurmalıyam mən? Let's, New Project, Project Plan. Hansını vururam? İkinci. New Project istəyir məndə. New Project vurdum. New Project vurandan sonra Open düyməsini vurdum. Gördünüz, düşdü bura. Bax, Open vuran kimi düşdü bura. Bayaq yadımdan çıxmışdı, Open demədim sizə. Ondan sonra göndər düyməsini sıxa bilərsiniz. Yaxşı, orada fayl açılan kimi New Project'in tıp üzərində vurub təkrar təsdiq eləməyin sualınızı. O zaman düz olmayacaq. Open'ı vurun ki, açılsın, düşsün bura. Bax, gördünüz, New Project düşdü, aktiv söhbətə mesaj kimi düşdü. Sonra answer cavablandır. Saxladığınız söhbət mesajına baxın. Harada saxlayırdım mən söhbəti? Harada saxlayırdım? Saxlanmış söhbətlər haradaydı? Bu sual məhz orada var. Profil şəklinin Profil şəklinin üzərində vurduq. Açılan hissədə hansıdır? Save it. Bax, üzü aşağı bayraq. Save it. Yaşıl ox və salam. İndi burada nə edirəm? Təsdiqləyəcəm. Bir də orada bir dənə belə bir sual var. Saxlanan mesajlar. O vəsaitdə kitabda var. İndi mən onu tapıb sizə göstərəcəm. Bir də elə bir sual var orada save it-lə bağlı. Burada yoxdur olar. Amma mən o sualı tapıb indi sizə kitabdan, əsas kitabdan göstərəcəm. Və sonra answer düyməsini vururuq. Adətən istifadə olunan görüş alətidir. Planner, Outlook, FaceTime, Zoom. Zoom'dur. Bəli, Zoom'u götürdük. Betty Jones ilə ani video görüşə başlayın. Ani video görüşə hardan başlayırdıq? Betty Jones'un adı burada var. kamera Bəli, baxın, burada kamera işarəsini bir dəfə tık vururuq və salam. Və bununla da təsdiqləyirik. Hə, bir də bax, bunu deyirdim kalendarda. Mən bunu sizə burada biraz başqadır. Mən əsas göstərəcəm sizə orada necə düşür. Onların hər iki hissəsini, ikisini də ayrı-ayrılıqla çəkib atacağım. Ya ikisini bir videoda çəkib atacağım. Deməli, bir də bununla bağlı kalendar təqvimlə əlaqədar olanda nə var? Həm bununla bağlı 3-4 dənə sual var. Həm bunun paylaşımı var. Həm sənədin, demək, əgər şeyə deyirsə, hansını vururam? Bununla bağlı bir sual belədir ki, misal üçün, aylığa dəyiş, günü aylığa dəyiş və yaxud ayı günə dəyiş. Bax, burada day yazılan yerdə. Day, month və yaxud week nə yazılırsa. Buradan açıb, buradan bunu oxuyun, açırsınız və ona uyğun dəyişirsiniz. İstənilən tələbə uyğun. Bizdə nəsil project meeting görüşünü hər ayın ilk bazar ertəsi günü təkrarlanan olaraq təyin edin, dəyişikliyi saxlayın. Eynən bu tip sual var orada. Eynən bu tip sualdır. Amma bu tip sualdır, bu deyil. Deyəcəm necədir. Project meeting görüşünü hər ayın ilk bazar ertəsi günü təkrarlanan olaraq təyin edin. Demək, gəlirik bura. Project meetingin üzərində vururuq. Deməli, bizdən bəzən olacaq orada deyir ki, project meeting görüşünü silin. Üzərində yenə tık vurursunuz. Silin deyirsə, delete vuracaqsınız. Delete vurandan sonra bir dənə söz gələcək. Qırmızı. Təsdiq eləmək üçün. Bir də onu vuracaqsınız, sonra təsdiqləyirsiniz. Əgər dəyişiklik edin, vaxt əlavə edin, vaxtı dəyişin və s. deyirsə, o zaman nəyi vuruq? Karandaş edit. Çünki mən düzəliş edəcəm. Silmirəm. Düzdür? Editi vururuq. Editi vurduqda belə bir səhifə açılacaq. Açılan bu səhifədə nəyə diqqət edirik? Deməli, mən öz qrupumda da həmişə bunu deyirdim. Burada saat məsələsi var. Əgər vaxtı, saatı dəyişirsinizsə, bu adi saatdır. Tarix və saatı dəyişirsinizsə, baxın, yuxarıda mousla mən fırlada göstərirəm. Yumru dairədir içərisində saat. Burada da yumru dairədir içərisində. Amma bu qulaqlı saatdır. Qulaqlı saat görürsünüzsə, mənə xatırlat deməkdir. Orada bununla bağlı 2 sual var. Xatırlat mənə. Remind me. Mənə xatırlat.
qulaqlı saat işarəsini axtarırsınız. Mənə xatırlat deyirsə, qulaqlı saat işarəsini axtarırsınız. Tarixi zamanı dəyiş deyirsə, qulaqsız, sadəcə yumru dairə saat. Yaxşı, bax bu işarələrdə yadda saxlayın. Sonra bayaq da orada gördünüz, repeat, təkrarlanan. Necə oxlar axtarırıq? Təkrarlanan görüş deyirsə, dairəvi oxlar axtarın. Demək, onun içərisindədir, təkrarlanan. İndi gəlin bir də baxaq, nə deyirdi bizə? Project meeting görüşünü hər ayın ilk bazar ertəsi günü təkrarlanan olaraq təyin edin və dəyişikliyi deyir, yadda saxlayın. Hər ayın ilk bazar ertəsi. Deməli, biz hara daxil olmalıyıq? Hər ayın ilk bazar ertəsi günü təkrarlanan, hara daxil olmalıyam? Fırlanan oxa. Nə üçün fırlanan? Nevi. Bəli, çünki təkrarlanan. Təkrarlanan. Mənə deyir, neynə? Təkrarlar necələ? Hər ayın ilk bazar ertəsi. Hər ayın. Nə seçməliyəm? Mont. Bəli, every month, hər ay. İlk bazar ertəsi özü seçilib. Görürsünüz? On the first Monday. Özü seçilib. Özü seçilib. Demək, hər ayın ilk bazar ertəsi günü təkrarlanan olaraq təyin edin. Hər ay seçdik. Baxın, month düşdü bura. On the first Monday özü avtomatik seçilib və save düyməsini basıram. Yaşılıq gəldi və təsdiqləyirəm sualımı. Sonra təkrarlanan project meeting görüşünün birini ləğv edin. Bir də orada belə bir şey var. Biri var, buradan gələn bütün seriyanı, bütün axını silin. O zaman all sözü var orada, all. Onu vuracaqsınız, hamısını deyirsə. Birini deyirsə, yalnız mövcud olan, bizdə nə deyir? Təkrarlanan project meeting görüşünün birini ləğv edin. Demək, bu business update'dir, bu client update'dir, project meeting. Üzərində vururuq. Neynəyəcək? Neynəməliyik? Kansel bəli. Kalendar. Çünki dəyişiklik demir, silin deyir. O zaman cancel vururuq. İndi burada yenə 3 dənə söz çıxdı. Məndən nə istəyir? Baxın. Deyir ki, təkrarlanan project meeting görüşünün birini ləğv edin. Birini. Birini deyirsə, hansı program? Birincini. Siz sevin. Amma orada əsas imtahanda deyir ki, bu seriyadan olan bütün görüşləri, o zaman baxın, all events in the series. Bax, bu üçüncünü vuracaqsınız. Yaxşı, unutmuruq. Editi düzəlişlər olanda, silmək olanda cancel vuracaq və yaxud delete vuracaq. Demək, burada ancaq bu görüşü silin deyir, ona görə this event. İndi mən burada all events vursam, məndə bu cavabı səhv götürəcək. Ona görə this eventi götürürük və sonra təsdiqləyirik sualı. IT meeting dəvətindən imtina edin. Orada da qəbul edin, razılaşıram və s. məsələləri var. Siz bunu keçmişsiniz, bir-birinizə də təlim vaxtı mesajlar da yazıb atmışsınız. Çünki proqramda vardı. Deməli, bu sizə tanışdır, bəli. Deyir, IT meeting dəvətindən imtina edin. Sizə deyək ki, belə bir görüş gəlibdir. Görüşə çağırış görürsünüz, burada yazılıbdır. Filan tarix, filan zaman və s. Və bu sizin mailinizə gəlib. Yes, qəbul etdi. Orada səhv etmirəmsə, əsas imtahanda deyir, qəbul edin görüşü. Yes, qəbul edirəmsə, yes. İmtina edin deyirsə, no. Hələ düşünürəm deyirsinizsə, maybe. Hələ bilmirəm, gələcəm, gəlməyəcəm, maybe vurursunuz. Aydındır. Əgər imtina et deyirsə, no. Qəbul et deyirsə, yes. Düşünürəm deyirsə, maybe. Yaxşı. Yadda qaldı bura. Bizdən hazırda istənilən nə idi? Dəvətdən imtina. Deməli, nəyi vuracam? Onu vururum. Sonra da cavablandırırıq. Sonra baxın, bütün business update görüşləri üçün 15 dəqiqə öncədən xatırlatma təyin edin. Dəyişikliyi saxlayın. Bütün business update görüşləri üçün. Business update'in üzərində vururuq. Neynəməliyəm? Delete. Delete vururam. Edit. Xeyr,
Çünki mən dəyişik etməliyəm. İndi mən burada hansını vuram? This event, this and the following events, all events in the series. Hansını? Niyə all Bütün events? dedisə Bütün dediyorsun. Ay, son Devam demişdik. Bütün biznes update görüşlər üçün 15 dəqiqə öncədən. İndi vurdum yaxşı, bütün. Bütün. İndi də bu açıldı. İndi nə edeyim? Sadı, kulaklı sadı. Ay, sağ olun. Qulaqlı saat. Bu söz xoşuma gəlir. Niyə? Çünki belə işarələrlə yadda daha yaxşı qalır. Qulaqlı saat. Çünki mənə xatırlatır, remind. Qulaqlı saatı vurdum. İndi nəyi seçim? 15. Əsas imtahanda da orada səhv eləmirəmsə yarım saat deyir mən öncədən xatırlat. Yarım saatı seçirsiniz. 15. Vurdum 15'i. Sonra nə edeyim? Təsdiqləyim. Save burası. Evet, bəli, save-i unutmuruq. Save-i vurduq, yaşılıq oldu, sonra cavablandı. Sonra, deyir mikrofonunuzun səsini açın. Bu ən sadə sualdır. Baxın, ən sadə. Mikrofon üstündən vuracaq. Mikrofon səndə vurduq və salam, cavablandırdıq. Orada da var belə. Deyir görüş təşkilatçıları bütün iştirakçılar üçün görüşü sonlandırın. Necə sonlandırırdıq? Müəllimə o qırmızı Bu evi basın, qırmızını basın. Bəli, qırmızı. Qırmızını bassam yanacaq, sual yanacaq. Siz həmkarlar, qırmızını vursam yanacaq. Bəli, burada quş dimdiyinə oxşarı açıram. Quş dimdiyinə oxşayan, üz aşağı, qırmızıdakı üz aşağı oxu açıram. Oxu. Hansını vuracağım? Bəli, end meeting. Daha çox söz yazılanı vuram. Olay, mənim üçün sonlama. Bu dəqiqə mən görüşdən çıxsam, artıq bir neçə dəfə mən bayaqları görüşdən çıxdım, internet mən atdı. Görüşdən çıxdım. Siz hamınız orada qalmışdınız. Amma mən bu dəqiqə, indi bu davam edən görüşü, end meeting verirsəm, hazırda real olaraq, sizin hamınızı sistem qoyacaq kənara, yəni heç kim orada qala bilməyəcək. End meeting biri var, sinifə girdiniz, sinifdən çıxdınız, zəng vuruldu, qapını örtdünüz, çıxdınız. Sizdən sonra milyon dənə uşaq da müəllim də ora girib çıxacaq. Çıxandan sonra, bax bu qapını bağlamaqdır, ora heç kim girə bilməyəcək. End meeting, hər kəs üçün sonlandırıram, hər kəs. End meetingin üzərində sıxıram, yaşıl ox və alsı cavablandırdım. Sonra 32-ci sualdayıq. İstəyirsiniz burada dayanaq. Çünki buna oxşar fikirlər orada da var. İstəyirəm elə buradan davam edək növbəti görüşdə. Çünki bu, həm bunu izah edəcəm, həm də buna oxşar orada nə var? Onu. Dayanaq yoxsa davam edək? Necədir vəziyyət? Yoxsa gələn yorğun olan var, yoxsa davam etmək istəyirsiniz? Davam etmək. Müəllim, bunu izah edin sonra. Mən deyəcəm, müəllimə çox dayanaq da müəllimə, mən saat hardasa 9-un yarısı gəlirəm işdən evə, ancaq indi mən tez qısa zamanda gəldim, əyləşdim, otururam. Ona görə üzürlü sayım, mən çox yorğun oluram. Tamam, o zaman dayanaq, hər kəsin vəziyyətindən salam. Tamam. O zaman dayanırıq. Müəllim, dediyim hissələrində kalendar və demək plan ilə bağlı o kiçik hissələrin təkrar videosunu çəkəcəm. İndi yerləşdirib göndərəcəm sizə. Yaxşı. Təkrar. Mən sizə nə ki YouTube videoları atıram. İş görürsünüz, yemək bişirirsiniz, qazan qarışdırırsınız, nə edirsiniz? Naşniklər qulağınızda ortada gəzək, qulağınıza da yatsın o sözlər. Buyurun. Müəllimə, olar hamısını göndərəsiniz, bir də təkrar baxaq. Müəllimə, çox xahiş eləyərdik. Əgər bunun video yazısı varsa, sizə əziyyət olmazsa. Çəkilişlər gedir, heç bir əziyyət yoxdur. Çəkilişlər gedir, buradan şey yapalım. Mümkün də zəhmət olmasa göndərin də. Mən baxa bilmədim bəzi yerlərin, internetdə problem oldu. Müəllimə, çox xahiş edirik. İkisini də göndərin, bu təkrar yenə baxaq. Biraz belə deyim, hövsələyə çatıb baxacaqsınız, 1 saat yarımlıq bir video olacaq bu. Yəni mən sizə hissə-hissə baxacaqsınız. Baxarıq. Əsas dünənkini də göndərin, zəhmət olmasa baxa bilməmişdim. Hə, dünən də bugün də. Çox sağ olun müəllimə. Elə bir birinci sinif sınağını başa salırsınız. Allah sizdən razı olsun. Çox sağ olun. Başqa sual olan var müəllimlər? Müəllimə, o boşluğa vurulur Nida, onu bir də deyərdiniz. Yəni videosu olsa yaxşı. Onu mən tam kim yorulubsa çıxsın, mən müəllimə üçün bir dəfə də onu göstərim, sonra o hissələrin videosunu da ayrıca çəkib atacağam bu videolardan əlavə. Yaxşı.
İndi mən göstərirəm. Kim qalmaq o istəyə təkrar baxmaq istəyir, qalsın, yetməz xeyri qalsın, qalanları çıxa bilər. Kim istəsə çıxa bilərsin. Axşamınız xeyir müəllimə. Biz bu Merhaba. videoya YouTube-da baxa bilərik yoxsa? Bəli, baxacaqsınız. Göndərəcəm nə varsa. Allah razı olsun, sağ olun. Vallahi sevindim müəllimə, siz də əlinizdən gələn hər şeyi eləyirsiniz. Allah ikinizdən də razı olsun. Çox sağ olun. Cümləmizdə. Sizlərlə borcumuzdur. Demək müəllimlər, kim Edison nida məsələsini soruşan bir də baxsın, zəhmət olmasa. Demək orada sizdə deyəcəkdir ki, verilən tapşırığı vacib olaraq işarələ. Vacib olaraq işarələ. Gəlin, mən bunu vaciblikdən çıxardım. Deyək ki, həmin tapşırıq vərəqi də sizdə ekrana gələcək. 2 dəqiqə, mən birazca ekranı böyüdüm. Tapşırıq beləcə ekranınızda olacaq bu şəkildə. Tapşırığın öz dörd bucağının, tapşırığın özünün, bax burada yazacaq add the task, onun altında belə bir səhifə görəcəksiniz. Boş bir yerində, nə dairələrdə, nə yazılarda, heç nəyə toxunmadan. Boş bir yerində vurursunuz, açılan hissədə 3 sütun görəcəksiniz. Segment, progress, prioritet. Əgər deyirsə ki, bu tapşırığı vacib olaraq işarələ, prioritetə gəlirsiniz, oxu açırsınız, nidanı götürürsünüz. Əgər deyirsə ki, bu tapşırığı davam edir kimi göstər, progresə gəlirsiniz, oxu açırsınız, yarım dairəni götürürsünüz. Çünki boş dairə hələ başlamayıb, görürsünüz, not started, hələ start götürməyib. In progress, yarım dairə, yarısı rəngli, yarısı boş dairədirsə, demək, bu layihə hələ davam edir. İçi doludursa, completed, yəni artıq tamamlanmış layihədir deməkdir. Əgər deyirsə davam edir, yarım dairənin üzərində vurursunuz və burada qeyd edirsiniz. Sonra sizdən soruşula bilər ki, tarixləri sizdən dəyişmələri soruşursa, o zaman start date, başlama və bitmə tarixlərini filan tarixə dəyişin deyirsə, o zaman təqvimin üzərində, kalendar işarəsinin üzərində vurursunuz. Sizə orada göstərilən tarixi tutalım ki, 22-sidir, 22-sinin üzərində. Buranın kimi avtomatik düşəcək bura. Burada bitmə tarixini filan tarixə dəyişin deyirsə, 29-u tutalım, vurdunuz, düşdü bura. Aydındır mı? Bu şəkildə. Sualı verən müəllimə. Görə bildiniz? Müəllimə. Allah, çox sağ olun müəllimə. Sonunda nəyisə təsdiq edirik, yoxsa elə də son o birisilərdə keçid kimi edirik? Yox, sonra sualı cavablandırırsınız. Bunu save düyməsi yoxdur bunun. Save düyməsi yoxdur bunların. Boşluqda vurdunuz. Götürdünüz deyək, nidanı işarələdiniz. Nida qoydunuz. Vəssalam, görürsünüz, burada heç bir təsdiq falan yoxdur. Heç nə yoxdur. Əgər olsa da send düyməsi ola bilər, yenə də aşağı yuxarı belə fırlayın. O da nə zaman olur? Əgər mesaj göndərirsinizsə, bax, mən burada mesaj yazmamışam. İndi mesaj yazsam, görürsünüz, send düyməsi aktiv oldu. Send aktiv oldu. Orada da mesaj yazmaq yoxdur. Yəni, taskın içərisində mesaj göndər deyə belə bir sual yoxdur. Müəllimə, olar bir sual verim? Buyurun. İmtahan vaxtında belə bir sual var idi, dəqiq yadımda qalmayıb, amma belə bir ifadə var idi, gözləmə otağı. Gözləmə otağındakiləri qəbul et falan kimi. Bax, bizdə bayaqdan neçə nəfər gözləmə otağına gəlir. Buradan sağ olsun, bizim təlimçilər Səbinə müəllimədir, Sevinç müəllimədir, Sahibə müəllimədir, digərləridir, Nuranə müəllimədir. Onlar qəbul et düyməsini vurub qəbul edirlər. Mən o gözləmə otağına hardan daxil ola bilirəm? Siz gözləmə otağına daxil olmuşsunuz. Belə bir sual yox idi orada bildiyim qədər. Varsa da əgər gözləmə otağındakini qəbul edin, ola bilər. Orada da bir dənə X var. X həmin adamı çıxarırsınız. Yaşıl qalıqçığa qəbul edirsiniz. 2 dənə kvadrat var orada. Əgər gəlirsə, belə bir sual yoxdur orada bildiyim qədər. Əminəm ki, yox. O zoomla Bəli. bağlı idi məncə. Bəli, elə bir şey nəsə var idi, hə.
Var idi, öyle bir Bizdə sual. planiyerlər kimi qəbul edilə bir şey var. Planiyerlər nəsə settingdən girirdi. Hə, planeri deyəcəm, yəni kalendar bölməsini sabah izah edəcəm. Bir də bir günə də Zoom izah edəcəm sizə. Zoom'un real Zoom'un üzərindən gedəcəm, orada göstərəcəm necə ki indi göstərdiyim hissələri. Hansı tərəfdən suallar düşürsə o hissələri deyəcəm sizə təkrar. Oldu, çox sağ ol. Buyurun, başqa sual var? Çox Xeyr, sağ olun, müəllimə, sağ təşəkkür olun. edirik. Oldu müəllimlər. Sağ olun, gecəniz xeyrə qalsın. Təşəkkür edirik müəllimə. Çox sağ Mən olun. təşəkkür Yəni, xeyir. Tamam, geçen sayın. Sağ olun.